Herkese salam, kanalıma hoş gəlmisiniz. Yeni bir video ilə qarşınızdayım. Bu videoda ingilis dili öyrənənlərin yaralı yeri olan qaydasız fe'llər haqqında danışacağım. Həmin fe'llərdən ən çox işlənən 20'sini seçmişəm və onların hər birinə aid nümunə cümlələr bu videoda yer alacaq. Mövzuya keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, keçmiş zamanla bağlı mən daha əvvəl bir video paylaşmışdım. Həmin videonun linkini bu videonun açıqlama qismində paylaşacağım. Məsləhət görərdim ki, həmin videoya da nəzər yetirəsiniz. İndi isə keçək əsas məsələmizə. Bilirsiniz ki, keçmiş zamanda fe'llər iki yerə bölünür. Qaydalı və qaydasız fe'llər. Qaydalı fe'llərin düzəlməsi çox asandır. Fe'lin sonuna id şəkilçisi artırılmaqla düzəlir. Məsələn, start, started. Qaydasız fe'llərin isə düzəlməsi elə də asan deyil. Buna görə də onları yadda saxlamaq çətindir. Adı üstündə qaydasız olduğu üçün konkret bir qaydaya tabi olmurlar. Bugün bu videoda ən çox işlənən qaydasız fe'llərin 20'si haqqında ətraflı şəkildə məlumat alacaqsınız. Vaxt itirmədən gəlin ilk fe'limizlə başlayaq. Birinci fe'limiz getmək fe'lidir. Mən fe'lləri indiki, keçmiş və bitmiş zamana uyğun olaraq 3 formada deyəcəm. Go, went, gone. Go, went, gone. Bir şey yadınızda saxlayın ki, go fe'lindən sonra adətən to sözünüzü işlənir. Go to. Məsələn, I went to work early yesterday because I had an important meeting. Mən dünən işə erkən getdim. Çünki vacib bir iclasım var idi. I went to work early yesterday because I had an important meeting. İndi isə bitmiş zamana uyğun olan nümunəmizə baxaq. I have gone to the store, so I'll call you later. I have gone to the store, so I'll call you later. Mən mağazaya getmişəm, ona görə də sənə daha sonra zəng vuracağam. Bir istisna halı diqqətinizə çatdırmaq istəyirəm. Home sözü demək olar ki, əksər sözünləri ilə işlənmir. Ona görə də biz evə getmək deyərkən go home deməliyik. Go to home desək bu səhv olar. Məsələn, I went home. I went to home demək səhvdir. Növbəti fe'limiz gəlmək fe'lidir. Come. Come, came, come. Come, came, come. Fikir verilirsə, indiki və bitmiş zamanda olan formalar eynidir. Amma keçmiş zaman fərqlidir. Nümunə cümləmizə baxaq. She came to the party even though she was very tired. O çox yorğun olsa da şənliyə gəldi. She came to the party even though she was very tired. İndi isə bitmiş zamanda olan nümunəmizə baxaq. He has come back home after a long trip. O uzun səyahətdən sonra evə geri qayıdıb. He has come back home after a long trip. Üçüncü fe'limiz yemək fe'lidir. Eat. Eat, ate, eaten. Eat, ate, eaten. Fikir verdinizsə, bu sözün də yazılışı oxunuşundan fərqlidir. Ümumiyyətlə, ingilis dili fonetik dil olmadığı üçün sözlərin yazılışı ilə oxunuşu üst-üstə düşmür. Ona görə də yaxşı olar ki, söz öyrənərkən lüğət kitablarından istifadə edəsiniz. İndi isə gəlin nümunə cümləmizə baxaq. I ate a big breakfast this morning before going to work. Mən bu səhər işə getməzdən əvvəl yaxşıca səhər yeməyi yedim. I ate a big breakfast this morning before going to work. İkinci nümunəmizə baxaq. I have already eaten, so I'm not hungry. Mən artıq yemək yemişəm, ona görə də ac deyiləm. I have already eaten, so I'm not hungry. Növbəti fe'limiz içmək fe'lidir. Drink, drank, drunk. Drink, drank, drunk. Yenə də tələffüzə çox diqqət edin. Yazıldığı kimi oxunmur. İndi isə nümunə cümləmizə baxaq. He drank a cup of coffee before starting his work. O işə başlamazdan əvvəl bir fincan qəhvə içdi. He drank a cup of coffee before starting his work. İndi digər cümləmizə baxaq. She has drunk too much water after the workout. O məşqdən sonra həddən çox su içdi. She has drunk too much water after the workout. Beşinci fe'limiz görmək fe'lidir. See. See, so, seen. See, so, seen. Bu fe'lin tələffüzü dəniz sözü ilə eyni olsa da, yazılışı bir qədər fərqlidir. İndi isə nümunə cümləmizə baxaq. I saw her in the city center while I was shopping yesterday. Mən dünən alış-veriş edərkən onu şəhər mərkəzində gördüm. I saw her in the city center while I was shopping yesterday. İkinci cümləmizə baxaq. I have seen that movie twice because I really liked it. Mən o filmə 2 dəfə baxmışam, çünki onu çox bəyəndim. I have seen that movie twice because I really liked it. Növbəti fe'limiz take fe'lidir. Götürmək.
Bu feil də bütün səviyyələrdə rast gəlinən bir feildir. Ona görə də bilmək vacibdir. Take, took, taken. Take, took, taken. Nümunə cümləmizə baxaq. I took my umbrella because it was going to rain. Mən çətirimi götürdüm çünki yağış yağacaqdı. I took my umbrella because it was going to rain. Növbəti cümləmizə baxaq. She has taken my notebook by mistake and hasn't returned it yet. O səhvən mənim dəftərimi götürüb və hələ də qaytarmayıb. She has taken my notebook by mistake and hasn't returned it yet. 7-ci feilimiz çox istifadə olunan feillərdən biridir. Mənası hazırlamaq, düzəltmək deməkdir. Make. Make, made, made. Make, made, made. Nümunə cümləmizə baxaq. I made dinner for my family after coming home. Evə gələndən sonra ailəm üçün axşam yeməyi hazırladım. I made dinner for my family after coming home. İkinci cümləmizə baxaq. I have made a few mistakes in this exercise, but I will fix them. Mən bu tapşırıqda bir neçə səhvə yol vermişəm, amma onları düzəldəcəm. I have made a few mistakes in this exercise, but I will fix them. Növbəti feili məncə hər biriniz çox gözəl bilirsiniz. Bu feil sual və inkar cümlələrinin düzəlməsində aktiv şəkildə iştirak edir. Bundan başqa, biz bu feili həm əsas, həm də köməkçi feil kimi cümlələrdə görə bilərik. Bəli, düz tapdınız. Bu feil do feilidir. Mənası etmək deməkdir. Do, did, done. Do, did, done. İndi isə gəlin nümunə cümləmizə baxaq. I did my homework before going out with my friends. Mən dostlarımla çölə çıxmazdan əvvəl ev tapşırıqlarımı etdim. I did my homework before going out with my friends. İkinci cümləmizə baxaq. I have done everything you asked me to do today. Məndən istədiyin hər şeyi bugün etmişəm. I have done everything you asked me to do today. 9-cu feilimiz get feilidir. Bu feil kontekstdən asılı olaraq müxtəlif mənalara gələ bilər. Məsələn, almaq, əldə etmək, pulla almaq və yaxud da başa düşmək və s. Get, got, got. Get, got, got. Nümunə cümləmizə baxaq. I got a message from her. Mən ondan bir mesaj aldım. I got a message from her. İkinci cümləmizə baxaq. I've got your email and I will reply soon. Mən sənin mesajını almışam, e-mailini almışam və tezliklə cavab verəcəm. I've got your email and I will reply soon. Növbəti feiliniz give feilidir. Mənası vermək deməkdir. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, tələbələr çox vaxt give əvəzinə give kimi tələffüz edirlər, ancaq bu doğru tələffüz deyil. İndi isə feilimizə baxaq. Give, gave, given. Give, gave, given. Nümunə cümləmizə baxaq. She gave me some useful advice before my interview. O, interviewdan əvvəl, müsahibədən əvvəl mənə faydalı məsləhətlər verdi. She gave me some useful advice before my interview. Növbəti cümləmizə baxaq. He has given his time to help others in need. O, ehtiyacı olanlara kömək etmək üçün vaxt ayırıb. He has given his time to help others in need. 11-ci feilimiz tapmaq mənasını verən find feilidir. Find, found, found. Bir şeyi də vurğulamaq istəyirəm ki, find feilinin keçmiş zamanı olan found həm də indiki zamanda olan başqa mənalı bir feildir. Yəni, bu feil əsasını qoymaq mənasını verən bir feildir. Bilirəm, birazca beyniniz yandı, amma məlumatım bununla bitmədi. Əlavə olaraq da onu deyim ki, found feili find feilindən fərqli olaraq qaydalı feildir. Yəni, keçmiş və bitmiş zamanda sonuna id artıracağıq. Found, founded, founded. İndi isə nümunə cümləmizə baxaq. I found my keys under the table after looking for them everywhere. Mən açarları hər yerdə axtardıqdan sonra masanın altında tapdım. I found my keys under the table after looking for them everywhere. İkinci cümləmizə baxaq. She has found a new job that she really likes. O, həqiqətən bəyəndiyi bir iş tapıb, yeni bir iş tapıb. She has found a new job that she really likes. Növbəti feilimiz think feilidir. Mənası düşünmək deməkdir. Think, thought, thought. Think, thought, thought. Nümunə cümləmizə baxaq. I thought about your idea and decided to try it. Mən sənin ideyan haqqında fikirləşdim və onu sınamağa qərar verdim. I thought about your idea and decided to try it. İkinci cümləmizə baxaq. I have thought a lot about this problem recently. Son vaxtlar bu problem barəsində çox düşünmüşəm. I have thought a lot about this problem recently. 13-cü feilimiz
bilmək, tanımaq mənasını verən know fe'lidir. Know, knew, known. Know, knew, known. Burada bir şeyi diqqətinizə çatdırmaq istəyirəm ki, bəzi tələbələr know fe'lini know deyə oxuyur, amma bu tələffüz səhvdir. İndi isə gəlin nümunə cümləmizə baxaq. I knew the answer, but I was too nervous to say it. Mən cavabı bilirdim, amma onu demək üçün çox həyəcanlıydım. I knew the answer, but I was too nervous to say it. İkinci nümunəmizə baxaq. I have known her for many years and we are close friends. Mən onu uzun illərdir ki tanıyıram və biz yaxın dostuq. I have known her for many years and we are close friends. Növbəti fe'limiz speak fe'lidir. Bu fe'lin mənası danışmaq deməkdir. Speak, spoke, spoken. Speak, spoke, spoken. Bu fe'l əgər kimlənsə danışmaq mənasında işlənirsə, özündən sonra to sözünsü tələb edir. Məsələn, speak to me, mənimlə danış. Nümunə cümləmizə baxaq. She spoke to the manager about the problem yesterday. O, dünən problem barəsində menecerlə danışdı. She spoke to the manager about the problem yesterday. Növbəti cümləyə baxaq. He has spoken to me about his plans for the future. O, gələcək planları barəsində mənimlə danışıb. He has spoken to me about his plans for the future. Beşinci fe'limiz yazmaq mənasını verən bir fe'ldir. Write. Write, wrote, written. Write, wrote, written. Fikir verdisə, sözün əvvəlindəki W hərfi oxunmur. Write demirik. Write. Nümunə cümləmizə baxaq. I wrote a long email to my teacher explaining the situation. Mən müəllimə vəziyyəti izah edən uzun bir e-mail yazdım. I wrote a long email to my teacher explaining the situation. İkinci cümləmizə baxaq. She has written several articles on this topic. O, bu mövzuda bir neçə məqalə yazıb. She has written several articles on this topic. Növbəti fe'limiz kitab oxumaq mənasını verən read fe'lidir. Read, read, read. Read, read, read. Burada maraqlı bir məqam var. Bu məqam ondan ibarətdir ki, bu fe'lin keçmiş və bitmiş zamanının yazılışı olduğu kimi qalır, amma oxunuşu, tələffüzü dəyişir. Read olaraq oxunur. İndi isə nümunə cümləmizə baxaq. I read an interesting book last night. Dünən gecə maraqlı bir kitab oxudum. I read an interesting book last night. Digər cümləmizə baxaq. I have read this article and I agree with it. Mən bu məqaləni oxumuşam və onunla razıyam. I have read this article and I agree with it. Növbə 17-ci fe'limiz çox məşhur fe'llərdən biridir və bir çoxları tərəfindən çox vaxt qarışdırılır bu fe'l. Həmin fe'l be fe'lidir. Bu fe'lin indiki zamanda 3 forması, keçmiş zamanda 2 forması, bitmiş zamanda da 1 forması var. İndiki zamanda am, is, are, keçmiş zamanda was, were və bitmiş zamanda been formasında işlənir. Bu fe'l haqqında əvvəlki videolarımda danışmışam. Həmin videoların linkini bu videonun açıqlama qismində paylaşacağam. Yaxşı olar ki, həmin videolara da bir nəzər yetirəsiniz. İndi isə nümunə cümlələrə baxaq. I was very tired after work, so I went bed early. İşdən sonra çox yorğun idim. Ona görə də yatmağa tez getdim. I was very tired after work, so I went bed early. Növbəti cümləyə baxaq. They were at home when I called them yesterday evening. Dünən axşam onlara zəng edəndə onlar evdə idilər. They were at home when I called them yesterday evening. Növbəti cümləmizə baxaq. I have been really busy this week. Bu həftə çox məşğul olmuşam. I have been really busy this week. Növbəti fe'limiz pulla satın almaq mənasını verən buy fe'lidir. Buy, bought, bought. Buy, bought, bought. Nümunə cümləmizə baxaq. I bought a new phone after saving some money. Biraz pul yığandan sonra mən yeni bir telefon aldım. I bought a new phone after saving some money. Növbəti cümləmizə baxaq. She has bought some new clothes for the trip. O, səfər üçün bir neçə yeni paltar alıb. She has bought some new clothes for the trip. 19-cu fe'limiz gətirmək mənasını verən fe'ldir. Bring. Bring, brought, brought. Bring, brought, brought. Nümunə cümləmizə baxaq. He brought some snacks to share with everyone. He brought some snacks to share with everyone. O, hər kəslə bölüşmək üçün biraz qəlyanaltı gətirdi. Növbəti cümləmizə baxaq. She has brought her laptop so she can work here. O, özü ilə laptopunu gətirdiyi üçün burada işləyə bilər.
She has brought her laptop so she can work here. Və bugünə olan sonuncu feilimiz leave feilidir. Bu feil çıxıb getmək, tərk etmək mənalarını verir. Leave, left, left. Leave, left, left. Bir şeydə vurğulamaq istəyirəm ki, left sözü həm də sol tərəf deməkdir. İndi isə nümunə cümləmizə baxaq. I left the house early because I didn't want to be late. Mən evdən tez çıxdım, çünki gecikmək istəmirdim. I left the house early because I didn't want to be late. Növbəti cümləmizə baxaq. He has left the office and won't come back today. O, ofisdən çıxıb gedib, ofisi tərk edib və bugün geri qayıtmayacaq. He has left the office and won't come back today. Videonu bura qədər izləyənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Bu videoda qeyd etdiyim feilləri və nümunə cümlələri öz qeyd dəftərinizdə yazsanız, həmin feilləri daha yaxşı mənimsəmiş olarsınız. Bir məsləhətim də ondan ibarətdir ki, qaydasız feilləri öyrənərkən çalışın ritm formasında öyrənəsiniz. Sanki bir mahnı oxuyursunuz və yaxud da rep deyirsiniz. Hətta bununla bağlı bir video var. Bu çoxdan çəkilmiş bir videodur. Xarici bir müəllim öz tələbələrinə dərs keçərkən həmin videonu qeydə alıb. O videonun da linkini burada qeyd edəcəm. Aşağıda açıqlama qismində paylaşacağım. İstəyən olsa, maraqlanan olsa oradan götürə bilər. Videomu izləyənlərdən bir xahişim olacaq. Videomu izlədinizsə və bəyəndinizsə, bəyənib şərh yazmağı və əgər kanalıma abunə deyilsinizsə, abunə olmanızı çox xahiş edirəm.